ən vacib mövzulardan birinə. Vacib mövzumuz peşə yoxsa missiyadır. Afət xanım ürəkdən alqışlayaq. Sizlərə mikrofonunuz var. 10 dəqiqəmiz var. Amma doyunca danışa bilərsiniz. Buyurun. Ey aydın sabahların ümidi müəllim. Ey milyon könüllərin Fatihi müəllim. Hörmətli pedaqoqlar, hörmətli forum iştirakçıları. Hər birinizi salamlayıram və böyük qürur hissi duyuram ki, bugün eyni missiyanı daşıdığım insanların qarşısında çıxış edirəm. Mən pedaqoq Afət Bəkir. Bugünkü mövzum peşə yoxsa missiya. Pedaqoqun həyat prinsipləridir. Hər bir insan dünyaya gəldiyi andan ömrünün sonuna qədər özünü və xoşbəxtliyini axtarır. O insanlar ki, həyatda özünü tapa bilir, onlar xoşbəxtliyini də tapmış sayılırlar. Mənə görə insanlar dərvişə bənzəyirlər. Hansı ki, onlar həqiqət axtarışına çıxırlar, bəzən yol gedirlər, bəzən azırlar, bəzən isə öz istiqamətlərini tapırlar. Və bu yolda onların qarşısına çıxan hər kəs onlara bir iz, bir istiqamət olur. Bax, bu yolda qarşımıza çıxan o insanlardan biri də həmin o müəllimlərdir. Müəllimin əsas missiyası insanın öz mənini tapa bilməsi üçün onun içindəki potensialı kəşf etmək, ona doğru yol göstərməkdir. Ümid edirəm ki, bu zalda əyləşən hər bir kəs, hər bir pedaqoq, hər bir müəllim doğrudan da öz missiyasını yerinə yetirmiş və öz şagirdlərinə yol olan cığır açan insanlardandır. Gəlin özümüzü bir ürəkdən alqışlayaq. Mənə görə müəllimliyin bu 4 əsas obrazı özündə cəmləşdirə biləndir müəllim. Kəşf edən, fatih, insan mühəndisi və dəyər daşıyıcısı. İlk olaraq danışaq, nədir bizim o kəşf edən funksiyamız? Bir gün Rita adlı bir pedaqoq öz sinifinə daxil olarkən görür ki, dərsdə heç vaxt danışmayan, heç vaxt dinməyən şagirdlərindən biri daim nəyisə rəsm çəkir. Yaxınlaşır şagirdinə soruşur ki, bəs sən nə çəkirsən belə? Şagirdi cavab verir ki, mən Allahı çəkirəm. Müəllim təəccüb içərisindədir. Necə yəni? Axı Allahı heç kəs görməyib, sən onu necə çəkə bilərsən? Şagirdi aramla, səbirlə cavab verir. Tələsməyin, gözləyin, 5 dəqiqə sonra hamı görəcək. Müəllim heyrət içərisindədir. Burada önəmli olan o şagirdin sonunda nə çəkdiyi deyildi. Burada önəmli olan o idi ki, bu günə qədər belə böyük bir cəsarətə sahib olan, belə bir yaradıcı düşüncəyə sahib olan o uşağı o müəllim kəşf edə bilməmişdi. Mən belə uşaqları adətən okeanın ortasında itib batan bir adaya bənzədirəm. Bəs onu kim kəşf etməlidir? Bax, burada bizim missiyamız üzə çıxır. Biz həmin o kəşf edənlərik. Bəzən uşaqlar sinifdə sadəcə dərsi bilmədiyi üçün deyil, özlərini yetərsiz hiss etdiyi üçün susurlar. Bizim əsas missiyamız bax, o şagirdlərin daxilindəki o potensialı kəşf etmək, onlara istiqamət ola bilməkdir. Unutmayın, insan ancaq dəyər gördüyü yerdə özü ola bilir. Növbəti missiyamız düşünürəm ki, qəlb fatihi. Sinifə daxil olarkən özünüzü Fatih Sultan Mehmetin müəllimi Axşəmsəddin kimi, Makedoniyalı İskəndərin müəllimi Aristotel kimi düşünün. O fatihləri yetişdirən kimləridir? Onların qəlbini fərq edən müəllimləri. Bugün sizə başqa bir hekayə danışacağım, hansı ki bir çoxlarınız bəlkə də bundan xəbəriniz var, bu bir Həmid müəllim obrazı var. Mən Həmid müəllimin hekayəsini öz şagirdinin dili ilə danışmaq
danışmaq istəyirəm. Həmid müəllim bizim ibtidai sinif müəllimimiz idi. O hər gün sinifə daxil olanda çox qəribə bir adətləri var idi. O tez-tez bizə deyirdi: uşaqlar, yolu keçərkən ehtiyatlı olun. Birdən maşınları vurarsınız, maşınlar əzilər. Biz hələ o zamanlar çox da dərk etmirdik müəllimimizin bizə nə demək istədiyini. Sonralar zaman keçdikcə biz anladıq ki, sən demə, biz müəllimimizin gözündə bir qəhrəmana çevrilmişdik. Maşınlardan belə güclü olan qəhrəmana. Həmid müəllimin başqa bir adəti də var idi. O hər gün sinifə daxil olarkən lövhəyə bir göyərçin şəkli çəkirdi və deyirdi: uşaqlar, sabah siz gələndə bu göyərçin lövhədən uçub getmiş olacaq. Və doğrudan da biz sabah gələndə o göyərçin lövhədən uçub getmiş olurdu. Və beləcə günlər davam edirdi. Bir gün biz sinifə daxil olduq, o göyərçin lövhədə qalmışdı. O gün biz anladıq ki, biz öz sehirli müəllimimizi itirmişik. O gündən sonra bir daha Həmid müəllim bir də o sinifə daxil olmadı. Bir də heç kəs bizə Həmid müəllim kimi güclü olmağı öyrətmədi. Bir də heç kəs bizə eyni həssaslıqla yolu keçərkən ehtiyatlı olmağı demədi. Əgər nə vaxtsa sual versəniz ki, yaxşı müəllim necə olur, o zaman Həmid müəllimi yadınıza salın. Həmid müəllimin burada uşaqları maşından daha güclü qəhrəmana çevrilməsi, pedagogikada buna uşağın özünə inkişafına yönəlmiş şuurlu bir strategiya deyilir. Yəni, şagirdlər hələ ibtidai sinif dövründən özlərini ətraf mühitlə müqayisədə qiymətləndirir, müəllimin verdiyi mesajları birbaşa mənimsəyir və bu mesajlar onda mən bacararam inancının əsasını təşkil edir. Yəni, Həmid müəllim burada bizim bir çoxlarımızın istifadə etdiyi klasik qorxutma metodundan istifadə etmirdi. Buna bir çox pedagoglar artıq bilir ki, Vygotsky'nin sosial inkişaf nəzəriyyəsinə görə buna scaffolding deyilir. Yəni, şagird birdən-birə qəhrəmana çevrilmir. O mərhələli şəkildə müəllimindən dəstək alaraq əvvəlcə istiqamətlendirilir, sonra seçimlərini edir, sonda isə qərarını əsaslandırır. Digər obrazımız insan mühəndisi. Picasso deyir: bütün uşaqlar dünyaya sənətçi olaraq gəlir. Önəmli olan isə böyüyəndə də sənətçi qala bilməkdə idi. Antik Yunan heykəltaraşı Pigmalion bir qadın heykəli yaradır. Heykəl o qədər gözəl olur ki, Pigmalion ona aşiq olur. Gedir eşq ilahəsi Afroditaya deyir ki, bu heykəli mənim üçün canlandır. Afrodita o heykəli onun üçün canlandırır. Psixologiyada buna Pigmalion effekti deyilir. Siz də öz əsərinizə belə yanaşın. Onu canlandırın, ona ruh verin, ondakı o işığı görün. Sizə hələ xarakteri tam formalaşmamış bir insan həvalə edilib. Siz onu yavaş-yavaş inşa edirsiniz. Ona əvvəlcə biliyinizi, sonra dəyərləri, vicdanı, mərhəməti, ədaləti və özünə inamı aşılayırsınız. Uşaqlar adətən birdən-birə qəhrəmana çevrilmir və onlarda bu səhv etmək duyğusu hər zaman bir qorxu hissinə çevrilir. Uşaqları səhvlərinə görə damğalamaq əvəzinə onları Edisonun 10.000 uğursuz cəhdi kimi səhvlərindən nəticə çıxartmağı öyrədin. Onlara deyin ki, əgər səhv etməkdən qorxsanız, heç vaxt yaradıcı ola bilməyəcəksiniz. Növbəti sonuncu missiyamızı deyim, Təbriz mənim artıq orada mənə işarə göstərir, dəyər daşıyıcısı. Müəllimlik təkcə bir peşə deyil, eyni zamanda dərin bir mənəvi məna daşıyan bir missiya kimi dəyərləndirilə bilər. Çünki insanın formalaşması, kamilləşməsi və doğru yola istiqamətlənməsi
ilahi bir hikmətlə bağlıdır. Tarixə müəllim obrazı müxtəlif şəkildə təzahür edib. Bəzən bir filosof kimi düşüncə aşılayan, bəzən bir zahid kimi mənəvi dəyərləri qoruyan, bəzən isə öz daşıdığı dəyərləri cəmiyyətə çatdıran maarifçi kimi. Biz çox vaxt unuduruq. Biz çox vaxt öz Cavidlərimizi, öz Cəlil Məmmədquluzadələrimizi, öz Zərdabilərimizi, öz Üzeyirlərimizi unudaraq qəhrəmanı başqa yerlərdə axtarırıq. Finlandiyada, Singapurda. Lakin biz unuduruq ki, bu insanlar çox mürəkkəb bir siyasi şəraitdə ölkəni qarış-qarış gəzərək məktəblər açdılar, qəzetlər nəşr etdirdilər, insanların milli şuurunu oyatdılar. Əgər nə zamansa məyus olsanız və yorulduğunuzu hiss etsəniz, o insanların keçdiyi o keşməkeşli yolları xatırlayın. Və unutmayın, sizin əsas missiyanız Azərbaycana xidmət etməkdir. Sizin əsas missiyanız vətənimizi qorumaq, cəmiyyətimizi qorumaq, şagirdlərimizi qorumaqla yanaşı özünüzü qorumaq olsun. Çünki siz bu vətənin sarsılmaz, yenilməz, sınmaz əskərlərisiniz. Özünüzü bir ürəkdən almışlar. Təşəkkür edirəm və bizim son olaraq səsləndirdiyimiz daim bütün görüşlərdə bir fikrimiz var. Sən dəyərlisən, çünki sən müəllimsən. Mən istəyirəm ki, bugün bu fikri biz hamımız birlikdə səsləndirək. Mən deyəcəm və siz də təkrar edəcəksiniz. Sən dəyərlisən, çünki sən müəllimsən. Təkrar edirik. Sən dəyərlisən, çünki sən müəllimsən. Alqışlayaq özümüzü. Təbriz müəllim son olaraq bunu qeyd edeyim. Buyurun. Bizim artıq 3 ildir ki, müəllimlərlə bir kiçik özümüzə məxsus bir isti yuvamız var, lakin ona bir ad qoymamışdıq. Bu görüş həm də bir hesaba çıxış oldu mənim üçün və onun artıq biz adını qoyduq, İlmə Akademiyası, Afət Vəkil İlmə Akademiyası və slogan olaraq ilmə tamamlan qoyduq. Yəni, birlikdə ilmə addım-addım böyüyək, ilmə bir-birimizin inkişafına dəstək olaq. Məqsədimiz də müəllimlərin özünə inkişafına dəstək olmaq. Bəli, və bu isə bizim o görüşlərimizdən olan xatirələrimizdir. Hər birinizi bizim bu akademiyaya üzv olmağa və bizimlə birlikdə ilham olmağa dəvət edirəm. Təşəkkür edirəm və hörmətli Təbriz müəllimə bu şəraitinizi yaratdığınız üçün minnətdarlığımı bildirirəm. Siz sağ olun, Afət xanım. Çox sağ olun. Mükəmməlsiniz, sağ olun. Minnətdaram. Buyurun, gülünüzü götürün, Var mı bizim spikerlerimize sualı olanlar? Əla, sual. 2 sual dinleyebileceğiz. İki sual sonra. Arkada bir hanım